Salam əziz izləyicilər. Bir müddət əvvəl Ağdam rayonu ərazisində minaya düşərək həlak olan Vətən müharibəsi qəhrəmanı Xanı ləqəbi ilə tanınan Səyyaf Əhmədov barədə bir video yerləşdirmişdim. Məqsədim sizin reaksiyanızı görmək, bilmək idi. Təqribən TikTok üzərindən 12.000 nəfər yarım 12.000 yarım adam izləyib və 1000-ə yaxın adam bəyənib bu videonu. Bir 200-dən artıq adam rəy bildirib. Bir 50-yə yaxın adam təqribən bu məlumatı yayıb. Ümumən mən gözlədiyim nəticəni aldım. O mənada ki, Xanı qəhrəmanlığı, şücaəti ilə Azərbaycan xalqının ürəyində bir heykəl qoymuş şəxsdir. Cəmi bir 10-12 təqribən nəfər nəzakətsiz və yaxud biraz da sərt desək, sərt şəkildə sayılsa acıq-qıcıqla reaksiya verib. Bu da təbii, ona görə ki, hamıdan eyni nəticəni, eyni münasibəti gözləmək mümkün deyil. Sadəcə burada bir məsələ, bir məqam diqqətimdən yayınmadı ki, biz bir xalq olaraq hələ də lazımlı, layiqli adamları olduğu kimi nə sağlığında, nə ölümündən sonra dəyərləndirmirik. Doğrusu mən buna bir xeyli təəssüfləndim. Bəlkə də bu, nə bilim, kiminsə gözündə normal qəbul olunur, anlaşılır. Amma mən buna heyfsləndim ki, biz hələ də yumuşaq desək, düzələ bilmirik. Orada bəzi fikirlər o qədər belə nəzakətsiz idi. Təbii ki, mən onlara adekvat cavab vermədim və ümumiyyətlə cavabsız qoydum o yazılanların bir qismini. Çünki söhbət orada qəbirstanlıq ərazisində də olsa düşmənin bastırdığı minaya düşərək həlak olan sıradan bir nəfərin yox, 30 il ərzində hər an şəhidlik zirvəsinə ucalmaq belə deyək, ehtimalı olan şəxsdən gedir. Yəni Xanı indiyədək minaya düşüb həlak olanlardan biri deyil. Allah hamısına rəhmət eləsin bu dünyasını dəyişənlərin. Amma mənim diqqətim məhz bu məqamı, mənim məqsədim sizin diqqətinizi məhz bu məqama çəkmək idi. Təəssüf ki, o fikri kontekstdən çıxardıb başqa şəkildə dəyərləndirənlər də oldu. Çox təəssüf. Amma inanıram ki, haqq ədaləti yerinə alacaq, gec-tez Xanı öz layiq olduğu mükafatına yetişəcək. Yəni, mən dövlətin təltifini nəzərdə tuturam. Bir də burada bir incə məqam da var. Orada rəy yazanların bir qismi elə bilir ki, biz şəhid statusunun nə vaxt, necə verildiyini bilmirik. Onun nəzəri tərəfi bəllidir. Sadəcə hər bir məsələdə insanlıq amili, məsələnin yəni mənəvi tərəfi hər şeydən öndədir. 20 yanvar vaxtı adamlar olmuşdu ki, onlar tankların qarşısına çıxan yerdə həlak olmamışdı. Məsəl üçün evdə oturduğu yerdə o güllələrdən biri yayınıb gəlib evə girib o adamı öldürmüşdü. Yaxud yolda qəza nəticəsində həlak olmuşdu. Amma bizim xalqımız, dövlətimiz o vaxt çox doğru addım atdı. Yəni bu həmin gün həlak olanların hamısı birbaşa yaxud dolayısıyla düşmənin, o dövrdə indi Sovet ordusu hələ bizə düşmən sayılmırdı, amma belə götürəndə düşmən niyyəti ilə gəlmişdi. Düşmən təxribatının, düşmənin işğalçılıq siyasətinin qurbanı kimi qiymətləndirilmişdi. Və bu əslində çox doğru, dürüst dəyərləndirmə idi. Hamıya o dövrdə həlak olanlarına hər birisinə şəhid statusu verilmişdi. Yəqin ki, fikrimin
fikrimin nə olduğunu hamı anladı. Özgə şərhə ehtiyac duymuram. Təşəkkür edirəm. Var olasın.